Dəstək dirənclər işləmir, texniki analizlər işləmir. Son çöküşdən sonra bəzi izləyicilərimiz var, belə bir şərhlər yazırlar ki, texniki analiz artıq çoxdan işləmir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma burada bəzi məqamlar var, onu istəyirəm tam olaraq sizə açıqlayayım ki, texniki analizin əslində nə qədər önəmli olduğunu anlayasınız. Birincisi onu vurğulamaq istəyirəm ki, son çöküşdə ümumiyyətlə heç bir şey işləmədi. Heç stop əmrləri belə işləmədi, bildiyiniz kimi. Yəni Binance birjası bu stop əmrlərin işləməyən treyderlərin belə deyək də o zərərlərinin bir qismini geri qaytardı. İkinci növbədə, yəni bu belə çöküşlər 10 ildə bir dəfə olur. Yəni qasırğa olanda da 5 ildə 10 ildə bir dəfə evlərin damlarını da uçurdur. İndi bu qasırğa olur deyə insanlar damlarına, evlərinə dam örtükləri vurmasınlarmı? Yəni bu çox yanlış bir yanaşmadır. İkincisi də ki, belə düşünən treyderlər, insanlar ümumiyyətlə texniki analizi yaxşı bilmirlər. Yəni bunlar çox güman ki, əksəriyyəti smart money'dən başlayıb deyə texniki analizi ya bilmirlər, ya çox zəif bilirlər. Texniki analizin ümumiyyətlə mahiyyəti tam fərqlidir. Siz elə bilirsiniz ki, 2 dənə, 3 dənə üfüqi xətt çəkməklə dəstək dirənc bölgələrini yəni təyin edirsiniz. Əslində bu çox incə bir detaldır. Yəni burada zərgər dəqiqliyinə yanaşmaq lazımdır ki, yəni o bölgələrə qiymət çatanda siz bir qərar verə biləsiniz, səbirli mi olmalısınız, yəni hər hansısa bir əməliyyat açmaq üçün o bölgəni mütləq görmək lazımdır. Yəni mahiyyəti var texniki analizin, dəstək dirənclərin. Bu mahiyyət yəni çox önəmlidir. Texniki analizi dəqiq çəkəndə, yəni siz mənzərəni görmüş olursunuz. İştirakçıların hansı bölgələrdə nə edəcəyini, yəni biləcəksiniz, təxmin eləyəcəksiniz, yəni bazarı görəcəksiniz də, yəni belə deyək. Amma siz doğru çəkməyəndə, yanlış yerdə reaksiya gözləyirsiniz, əməliyyat açırsınız, zərər edirsiniz, belə deyək, düzgün alınmır, əməliyyatların əksəriyyəti zərərlə olduğuna görə texniki analizin işləmədiyini deyirsiniz.